xanımın paxıllığına çəkir. Qadınlar qadınlarla işləməyə biraz çəkinirlər. Bizim hər birimizin daxilimizdə bir uşaq var. Qadın etibar etmədiyi insanlarla ümumiyyətlə danışıqını belə apara bilməz. Biz insan olaraq danışmağı daha çox sevsək də, dinləmək əsas hissədə durur. İnsanın inkişaf eləmək istəyi, o da hədəflənəndə hədəf aparır. Dinləyən diqqətlə dinləyirsə, insanın ehtiyacını görür. Qadının gücü nədədir? Bunu bir xanım edibsə, bir xanım bacarıbsa, demək mən də bacaracam. Uşaq hər yıxılanda tutursansa, o yeriməyi öyrənməz. İnsan da axı özünü təmadı kiməsə təslim etməyə, kiməsə bağlamağa hazırdır. Biz insanlar sevgi ilə idarə olunmağa daha meylliyik. Və çətinliklərə çətinlik kimi yox, orada dərs kimi baxırsan. Birləşdiririk güclərimizi ki, özümüzə və başqalarına daha çox kömək edək. İnam heç bir elmin izah edə bilməyəcəyi sirlərin açarıdır.